Salam əziz abituriyentlər, web proqramlaşdırma mövzusunun testlərinə baxırıq. Testlərdən kimin 25-ə qədər sualı varsa chat bölməsinə yazsın. Mən də həmin sual nömrələrinə baxım. Kimdə nə varsa yazsın. 25-ə qədər kimin sualı varsa yazsın. Mən də siz suallarınızı yazana qədər 1-2 dənə buradan göz yazdırıb sual verəcəm. Uşaqlar, tək tag, cüt tag anlayışlarını necə fərqləndirək? Nə deməkdir o? Mikrofonu açıb danışa bilərsiniz. Ümumi sual. Tək tag, cüt tag, yəni mən bunları necə fərqləndirim? Tək tegdə elə bil ki, bir dəfə açandan sonra bağlamaya ehtiyac yoxdur, amma cüt tegdə açılıb bağlanmalıdır. Yəni açıb bağlamaq deyəndə nəyi nəzərdə tuturuq? Burada tutaq ki, bodynin qırağındakı bu böyük işarəsini, kiçik işarəsini qoymuşuqsa, bunun qırağındakını bağlamağı deyirsən, yoxsa ümumiyyətlə bu tag özü açan tagdir. Bir də bunun ən axırda, arxa tərəfdə bir dənə də slash-la qapadan tag olmalı. Yoxsa onu mu nəzərdə tutursan? Bəli, o idi Serşun. Aha. İkinci dediniz. Hı -hı. Bəli. Hı -hı. Açan tag böyükçə işarələr arasında yazılır və qapadan tag eyni qaydada yazılır, sadəcə qabağında slash işarəsi olur. Amma tək taglərdə olmur. Məsələn, tək taglərdən bizim proqramımızda olanlardan hansını tanıyırıq? Image. Image, sonra HR, HR, düz xətt çəkən, bəli, bunları misal göstərə bilərik. Yaxşı, 50-yə qədər sual nömrəsi varsa yazın. 26. Bunun təyinatı nədir? Uşaqlar, bax, ən əsas düşünürəm ki, bu mövzuda uşaqların qarışdırdığı şey bax bu ikisidir. Qövdən açılsın, burada yazın. Qalan şeylər asandır, amma bu iki şeyi qarışdırırıq da bir-biri ilə. Biri səhifəyə qrafik fayl yükləməkdir. Qrafik fayl əlavə etmək. Digər qarışdırdığımız şey isə keçid və yaxud istinad. Link. Bir də bunu qarışdırırıq. Qrafik fayl əlavə eləmək üçün, yəni bir qayda olaraq da, yəni bu fərqli olmur. Bu açılır, deməli, tag işarələrinin arasında və tagin adı image tagidir. Ondan sonra burada sığırıcı mənbəni göstərən bax belə bir atribut yazılır. Orada isə faylımızı yükləyirik. Məsələn, mən ekranda nəyə görmək istəyirəm? Orada səhifənin üstündə D, tutaq ki, boşa nöqtə, D diskində folder qovluğunda deyək ki, məsələn, home deyək ki, GIF. Mən səhifəyə şəkil yüklədim. Arxa fonu yox. Üstə şəkil əlavə eləmiş oldum. Bu qrafik fayl əlavə eləməkdir. Keçid, link söhbəti varsa, dərhal bax bu ağlında olsun. A tagi açılmalıdır, qapanmalıdır. Image tagi tək tagidir, qapanmır. Çünki məntiqlə, əgər bunun bir dənə də belə qapanan tag olsa, geri aralarına bir şey yazılsın. Orada elə şey olmur. Sadəcə bir tagin arasında atributla şəkil əlavə elədim, bitdi. Amma burada sən A taginin içərisində ref atributu ilə hara girmək istədiyin, daxil olmaq istəyəcəyin linki qeyd edirsənsə, məsələn, nə olsun? Bir internet saytı. HTTPS nəysə çox da fikir verməyin. HTTP protokolundan sonra ola bilir.
www.dim.gov.az məsələn. Hə, bax bu keçid olunan məkan. Amma bir də üstünə basılan söz olmalıdır axı. Bu hiper istinaddır. Hiper mətn olmalıdır bir də. Məsələn, burada yazırıq click here. Yəni bu o deməkdir ki, səhifədə bir dənə click here sözü olacaq. Ora klikləyəndə səni göndərəcək bu linkə. Keçid, istinad, link gördünsə, ahirət Salam müəllim, üzrüm başlamalıdır. sən biraz gec girdim. Salam eviyor. Ahirəfinə başlamalıdır. Amma qrafik fayl desə bir dəfəlik image source, keçid, ahref və bunları bir-birini qarışdırmayaq. Image, href, ha, sırıcı, belə şeylər ola bilməz. İndi baxıram buradan soruşulan şey, hə, bu buradan gəldi, doğru. Bunun təyinatı nədir? Ahref görmüsənsə, bu keçid, link, istinad, belə bir şey olmalıdır. Baxıram. Başlığı əlavə etmək, şrift daxil etmək, sətirlər təyin etmək, başlığın ölçüsünü dəyişmək, başqa səhifəyə keçmək. Budur. Keçid sözünə vuranda səni səhifəyə ki, HTML-ə göndərir. Budur. 29. Verilmiş cədvəli hansı variantdakı HTML koduna əsasən qurmaq olur? Əvvəla, bunun qırağında bir də çərçivələr, ümumiyyətlə xanaların sərhədləri olduğu üçün, deməli burada biz table taginin içərisində əlavə olaraq border atributunu da təyin eləməliyik. Qabağında 1 olması şərt deyil, 2 ola bilər, 3 ola bilər. O kənar xətlərin qalınlığını dəyişəcək. Amma yəni prinsipcə burada 2 də yazsa mən o variantı götürə bilərəm də. Çünki burada qalınlığı mən millimetrlə, santimetrlə xəttkeş qoyub ölçməyəcəm ki. Yəni oradakı rəqəm çox önəmli detal deyil. Əsas odur ki, orada border olsun. Çünki məndə burada sərhədlər var. Qabaqda sualın birində yoxdur məsələn. Bax görsən, deməli burada border yoxdur. Onda mən bu 29-cu sualda border olan variantları saxlayıram. İlk öncə bu qalsın. Bu getdi. Y. Bu da border yoxdur. Getdi. 2 variantım qalıb da mənim sadəcə. Bir A variantıdır, bir də C variantıdır. A variantına baxıram. Pair tagi nə tagidir? Sətir. Sətir. Sətirdəki verənləri. Table row. Bu sətirdir. Yəni bu o deməkdir ki, bunun içərisində yazılacaq qiymətlər bir sətrin içində olacaq şeylər olmalıdır. Amma Ad, Rəşad, Elnur, Toğrul, Arif sətir deyil axı. Sütun məlumatlarıdır. Yəni bu belə ola bilməz. Siz buna baxın. Sətir. Bu sətrin içində ad, soyad, vəzifə özdə TH o deməkdir ki, sütun başlıqları həm ortadan, həm qalın olsun. Ad, soyad, vəzifə ortadan qalın. Bəli. Rəşad Rəsulov müəllim, o da bir TR-in içində olmalıdır. Bir TR-in içində Rəşad Rəsulov müəllim. Bəli. Sonra Elnur Məmmədov mühasib. Bu da ayrı bir sətirdə. Toğrul Abdullayev direktor. Arif Rəcəbov mühəndis. O da ayrı sətirdə. Bax, bunlar TR-lərin içi hərəsi bir sətirdir. Bir, əgər yuxarıda başlıqları ortada və qalın yazmaq istəyirsənsə, onlar TH-ların arasında yazılır. Digərlərini əgər sadəcə olaraq xana kimi yazmaq istəyirsənsə, onda onlar TD taglərin arasında yazılır. Yəni TH table heading, TD table data. Yəni sadə, qalın olmadan, ortadan yazılmadan sadəcə olaraq xana ayırır. Xana qoymaq üçündür. Başqa baxın bir dəqiqə. Chatda yazmışsınız 39. Sualım sizədir. Kim deyər? P taginin atributu nədir? Təyinatı nədir? Atribut nə idi? P taginin təyinatı nədir? Nə iş görür P tagi? Abzasdan yaz. Paraqraflarda abza sayılır. Bəli, çünki biz P ilə yazmasaq, sadəcə olaraq məsələn, salam, əziz uşaqlar yazsam alt-alta. O onu alt-alta əks etdirməyəcək. O onun hamısını qabaq-qabağa yazacaq. Alt-alta eləmək istəyirsənsə, onları P taglərin arasına almalısan. Deməli, P burada bir abzas yaradır. Amma biz burada tagin içərisində əlavə bir parametr daxil etmişik.
Bəs uşaqlar buna nə deyirlər? Tagin içərisində yazılan əlavə parametr nə adlanır? Atribut. Atribut, bəli. Align düzləndirmə atributudur. Mətin hardan düzləndirilsin? Right. Sağdan düzləndirmə. Yəni bu yazı sağ tərəfdən düz, sol tərəfdən əyri olacaq. Bildiniz necə? Belə bil. Bunu necə göstərim sizə? Bax, sadə bir şəkildə burada göstərim. Bir var, məsələn, bu abzas soldan düzləndirilsin. Görsən, sağ tərəf çıxıntılıdır. Və yaxud da ki, sağdan düzləndirilsin. Sağ düz, sol çıxıntılıdır. Bu onu təyin edir. Tag daxilində yazmış mətin sağ tərəfdən düzləndiriləcək. Sonra başqa 40 neçə gördüm orada. 40 neçəyə qədər 48 gördüm. 48-ə qədər sualınız varsa yaza bilərsiniz. Mən də 48-ə də baxacağam. Gələn burada yazıram P. İçərisində align olsun, elə right. Burada da yazıram. Salam, əziz. Dərsində həmin yazını əks etdirməlidir, amma gördünüz, mətni sağdan düzləndirmiş oldu. Sol tərəflə belə qaldı bomboş, çıxıntılı şəkildə. Yəqin ki, diqqətinizi çəkdi, bəlkə də çoxunuz gördünüz artıq səhifədə, səhifənin özündə. Biz belə bir siyahı qurmuşuq. OL nədir uşaqlar? Bu OL-ın açılışı nədir? Ordered list. Ordered list, yəni sıralanmış, nizamlanmış siyahı, yəni içərisində olan elementlər nömrələnmiş şəkildə olacaq 1, 2, 3 ilə. Bəs əgər mən arada bir dənə yazını elə belə sadəcə yazmışam, nömrəsi falan yoxdur, onda necə olacaq sizcə? A, B, S yazdığım 1 nömrəli olacaq. D, E, F sadəcə yazı. Təzədən G, H, J onu da 2 olaraq davam edəcək. Bax, burada səhifədə var idi. Çünki o nəyi lilərin arasında yazmısansa, onu nömrə eləməyə qadirdir. 48-də. Head'in içərisində bax, Rəşad Rəsulov yazılır da burada. Bu Rəşad Rəsulov harda var burada? Bir burada görün. Əgər web səhifənin yuxarısı başlıq hissəsində nəyin əks olunmağını istəyirsənsə, onun üçün head'in içərisində title taglərinin arasında söz yazmalısan. Söz, cümlə nə görünməyini istəyirsənsə. Məsələn, mən burada title-da page 1, səhifə 1, stranitsa 1 yazmışam. Ona görə də məndə yuxarıda səhifənin başlıq hissəsi kimi onu göstərir. Uşaqlar, sualım sizədir. Əgər biz title-dan istifadə etməsək ümumiyyətlə, onda yuxarıda bu hissədə nə görünür? URL ünvanı. Nəyin URL-ə başa düşməyəm? Ünvan olacaq burada. Aylın Həmin sənədlərdəki səhifənin URL. Adı əvəzinə URL Yox. göndərəcək. Siz URL-ə Orada dokumentin adı görsəniz. Orada. sənədin adı görünəcək. Siz Bəli. URL-ı hardan uydurdunuz? Mənə çox maraqlıdır. Baxın, faylın adı yazılır. yy.html. Sadəcə bu. Yəni orada link, yol, zad belə şey olmur. Hə, yəni biri tapdıq məncə burada title olmalıdır. İkincisi, burada bir cədvəl var. Cədvəlin qalınlığı verilib 1. Ondan sonra bəs biz cədvəl yaratmaq üçün burada hansı tagdən istifadə etməliyik? Table. Bir də burada sətirləri var. Bax, bu bir sətirdir. Bu isə 2 sətirdir. Sətrin içində də yazılıb. İnformatika abituriyent Azərbaycandır. Azərbaycan Rus. Bunlar bir sətrin içidir. Sətirdəki table row'dur.
Deməli, bir burada bu hissədə olmalıydı title. Bu hissədə olmalıydı kənarlarda table və onun iç hissəsində sətirləri göstərməli idi bizə tear. Sonra baxın bir dəqiqə nə yazmısınız? 49. Hı -hı. Məktəb sözünün bir yaxşı baxın görün. Məktəb sözü necə əks olub? Həm görürəm ki, qalındır. Həm görürəm ki, altından xətt çəkilib. Həm də Həm də kursiv. görürəm ki, kursivdir. Bəli. İşte bu üç olmalıdır orada. Üçü də eyni anda verilməlidir. Amma açılmağı və bağlanmağı güzgəç olmalıdır. Birinci nəyi açmısansa sonda o bağlanmalıdır. Birə baxıram, italik, kursiv, underline altına xətt, bold, qalın. Eyni ardıcıllıqla da bağlanıbmı? Bold, underline, italik. Bəli. Yəni buna fikir verin. Italik, YM, bold. Nəsə elə bil düz getmədi. YM nə teqidir? Hələ kursivdir də o da. Amma seçilmiş. Fərqi nədir onun adi italik? Seçdirilmişdir. Seçdirilmiş. Biraz intonasiya fərqi, bir də başqa bir dənə üstünlüyü var idi. Önə Məsələn, çıxmır. hansısa bir saytı axtaranda YM-lə yazılan daha öncə çıxır. Bəli, bəli. Deyirəm. Ön plana çıxma. Bəli, orada da var üstünlüyü. Bu deyil də, çünki bu italikin seçdirilmişidir, underline deyil. Həmçinin 3-də də boldla strong elə demək olar eyni şeydirlər. Burada 4-də italic, bold, underline, underline, bold, italic. Düz gördüm bunu. Sonra YM elə kursivdir. Elə bir dəqiqə hansı qaldı? Mən 5 də səhvdir. Hə, bu səhvləri istəyir bizdən. Hə. Mən 2 dənə düz tapmışam, görüm nəsə. Hə, 1 4 düzdür, onda 2 3 5 səhvdir. Hı. Başqa 50-yə qədər sualınız varmı? 50-yə qədər yoxdursa, o zaman 75-ə qədər olan suallarınızı yazın. Səksənə qədər bütün qapalı sualları baxaq, müzakirə edək. 80-ə qədər kimin nə sualı var? Yazsın. 58 mən baxıram 58-ə. Sizin yenə sual nömrəniz olsa yazın. Baxın bura uşaqlar. Söhbət gedir cədvəldən. Table. Qalınlığı da 1 verilib. Burada qalınlıq şərti verilib də. Burada qalınlığı verilib ki, damalar bilinsin. İçərisində teyərlər. Neçə teyər açılıb bağlanıbsa, o qədər sətir var deməkdir. 2, 3, 4 dənə sətir var. Burada 4 dənə sətir yoxdur, 2 dənə sətir var. Getdi. Burada 3 dənə sətir var. Bu da getdi. Burada 3 dənə sətir var. Bu da getdi. Burada da yenə də olmadı. Bu da getdi. Tək bir variant qaldı. Baxıram ki, burada bir sətrin içində 3 dənə xana yazılıb. Görüm elədirmi? 1, 2, 3. TD-lərin açılıb bağlanmağı bir xananı ifadə edir. Bir sətrin içində, bir terin arasında TD, TD, TD 3 dənə xana var. Və hamısında da eyni qaydadadır. Kənara çıxan hansı artıq olan yoxdur. Altmış bir. Bayaq dedim, əgər ahrefdirsə bu nədir? Keçid. Keçid, istinad, link. İndi gəlin baxaq görək nəyə keçid. İmtahan sözü burada hipermətin. Yəni imtahan sözünün üstünə klikləyəndə bizi göndərir exam.htm faylına. Əvvəla HTML web səhifə formatıdır. Web səhifəyə göndərir yəni bizi. Ona görə avtomatik olaraq qrafik fayl variantları səhvdir. Bu getdi, bu getdi, qaldı 3 variant. Bunun qabağında yol yoxdur. Yəni əslində orada D, qoşa nöqtə, slash, nə bilim nə olaydı gərək. Amma yoxdur. Olmama səbəbi nədir? Çünki o HTML faylına eyni qovluqdadır. Bəli, bu teqi yaratdığımız HTML faylının adı nədirsə, həmin faylın eyni bir qovluqda olanda yol yazmağa ehtiyac olmur. Yazsan da işləyir, sözsüz ki, amma yazmasan da tapır, eyni qovluqda olanda tapır. Ona görə exam HTML-in qabağında
onun yolu qeyd olunmayıb. Deməli belə çıxır ki, hal-hazırki HTML faylı ilə eyni bir qovluqda yerləşən exam HTML web səhifəsinə keçid. Yəni belə bir şey axtarmaq olar. İnternetdəki deyil sözsüz ki. İnternetdəki olsaydı qabağında HTTP, nə bilim nə olardı belə şeylər. Sonra başqa kompüterdəki veb səhifəyə, bu da deyil. Qaldı 61 lokal C variantı, lokal kompüter. Yəni kompüterin özündə olan, biraz da konkretləşdirsək, eyni qovluqda olan bir səhifə. Və yaxud uşaqlar, bu başqa bir halda da olur. Yəni təkcə eyni qovluqdadırlarsa yox, həm də bax bu işlədiyin HTML faylı var ha, məsəl üçün adını qoyaq, nə qoyaq adını? Deyək ki, results.html faylında işləyirəm. O fayldan imtahana klikləyib examə keçmək istəyirəm. Bunların ikisi də bir saytın səhifələridirsə, məsələn www.informatika.az o saytın səhifələridirsə əgər, onda da əgər onlar belə deyim də, lore dildə desəm, səhifələr bir kökə bağlıdırlarsa, istər bir kompüterdə qovluğun içində, istərsə bir veb səhifəyə bağlıdırlarsa, onda da yenə də qabağında yolunu yazmaya ehtiyac olmur. Yəni qabağında yol yoxdursa, bu iki ehtimal var. Ya eyni qovluqda yerləşən fayllardır, ya da ki, eyni bir sayta aid olan veb səhifələrdir. Başqa burada yazmısınız neçəni? Baxın. 58-ə baxdım. 61, 66 yazmışsınız. Bir dəqiqə baxıram indi. Aha. 66-cı sualın şərtində bizdən veb səhifəyə istinad yerləşdirmək deyir. Deməli, burada istinad, keçid, link də, yəni sinonimlərini sadalayıram. Bundan gedirsə söhbət, avtomatik olaraq biz sol tərəfdə nə axtarmalıyıq? A hərf. A hərf olmalıdırsa sol tərəfdə. Baxıram, variantların hamısı yox, biri səhvdir. A sırıcı hərf yazılıb, belə şey olmuş. A hərf. Bunu aydınlaşdırdıq. Başqa diqqətimi çəkən şey bir dənə də var. Burada, məsələn, qıraqlarda dırnaq yazılmayıb. Bu da səhvdir. Sən bunu da çıxara bilərik ona görə. Belə sualların ən yaxşı variantı səhvləri bir-bir çıxartmaqdır. Səhvləri çıxdaş eləməkdir, səhv variantları. Başqa gördüyüm şey nədir? A teqi açıldığı kimi də bağlanır. Cüt teqdir. A hərf açdın. Axırda da A teqini bağladın. A teqi cüt teqdir. Amma burada C variantında A teqi açılıb, bağlanıb və salam. Bir də başqa bir şey açıblar, bağlayıblar, amma heç burada bilinmir nədir. Bu da olmaz. Qaldıq A və Y variantlar arasında. Demək olar eyni şeylər. Fərq ondan ibarət ki, bu image source-dır. Bu source. Sadəcə source-dur. Ona belə çıxır ki, Y variantındakı belə şey sayılır da. Source tagi. Amma source tagi deyil, source atributdur. Ona görə o variantda ola bilməz. A variantı. A hərf bir dəfə həmin A tagini açıb bağlamışıq. Onun qapadan tagini qoymuşuq. Arasında isə keçin, girin, klikləyin söz əvəzinə image source logo. Yəni ora logo PNG şəklini qoymuşuq. Həmin logoya klikləyəndə bizi göndərir dim qovaza. ...71 yazmışsınız. Baxıram, 69. Aha. Nömrələnmiş siyahı hansı olacaq? Siyahıların 3 növü var. Nömrələnmiş siyahı və yaxud ona deyirlər nizamlanmış, sıralanmış. Nizamlanmışın əksi olan nizamlanmamış. Orada artıq 1, 2, 3 yox. Qabağında nöqtə işarələr olur. O olur nişanlanmış və ya nizamlanmamış. Bir dənə də qalır onların ingiliscə adlarını bilmək. Nömrələnmiş, nizamlanmışdırsa ordereddir. Nişanlanmış, nizamlanmayıbsa deməli unordereddir. Nömrələnmiş deyirsə deməli ordered listdən söhbət gedir. Burada cəmi bir dənə ordered list var.
O da burada açılıb, burada bağlanıb. Açan tek, qapadan tek, aralarında lilərlə sətirlər. Bax, bu olur nömrələnmiş, sıralanmış, nizamlanmış siyahı. Elə A variantı. 71. Səhifəyə qrafik fayl qoyulub. Gəlin əvvəl bunu təhlil edək. Image tagi, source, mənbə, yəni bu şəkil qoyulub ekrana, səhifənin üstünə. Alt nə olan şeydir? Nədir bu? Atribut. İnternet zəif olanda ancaq adı görsənir də, yəni şəklin özü görsənməsə də Və altında şəkil adı. hər hansı bir səbəbdən yüklənməyibsə, həmin şəklin adı, alternativ yanında bir söz çıxsın. Bu odur. Başqa bir də width, height, bunlar eni və hündürlüyüdür şəklin. Align, yəni bu ekranın hansı tərəfindən düzləndirilsin? Səhifənin sağından, solundan, ortasından. Bu da düzləndirməkdir. Bir də başqa bir şey diqqətimi çəkdi burada. Bu faylın qabağında onun linki yolu yazılmayıb. Deməli belə çıxır ki, bu şəkil həmin veb səhifə ilə eyni qovluqda yerləşir. Ehtimal budur. 1. Kompüterin istənilən qovluğunda yerləşən Mickey Mouse JPEG qrafik faylı əks olunacaq. İstənilən qovluqda yox. Məhz eyni qovluqda olmalı idi. Bir səhvdir. Əslində bir səhvçə variantları eləmək olar. 2-nin düz olduğundan artıq buradan əmin olduq. Hətta altını da yoxlamasan, yəni imtahanda bir dənə 3-ə 5-ə baxsan bəsdir. 3-ün doğru olduğunu tapsan A-dır, 3 də səhvçə deməli Y-dir. HTML faylın yerləşdiyi qovluqda olan Mickey Mouse qrafik təsviri veb səhifədə əks olunacaq. Yəni belə deyək də, bu hansı HTML faylda işləyirsənsə, onunla eyni qovluqda olan Mickey Mouse JPEG faylıdır. Bəli. Təsvirin eni 500, hündürlüyü isə 800 pikseldir. Düzdür, artıq cavab çıxdı. Hər hansı bir səbəbdən veb səhifəyə qrafik görüntü yüklənməsə, onun yerinə Mickey Mouse yazısı görünəcək. Alternativ sözümüz Mickey Mouse yox, sadəcə mousedur. Qrafik təsvir mətninə nəzərən solda yox, sağda yerləşir. 6-da hər hansı bir səbəbdən veb səhifəyə qrafik görüntü yüklənməsə, onun yerinə mouse yazısı görünəcək. Bu da düzdür. Yetmiş dörd. Bayaqki sualla eyni qaydada gedirəm. Neçə sətr var burada? Table açılıb bağlamışıq və salam. Bu cədvəlin yaradılması üçün giriş hissədir və o cədvəlin bitdiyini bildirən çıxış hissəsidir. Cədvəlin sətirləri neçə tier açılıb burada? 1, 2, 3, 4 dənə sətr açılıb burada. Və həmin 4 dənə sətrin içindəki xanaların sayı 1, 2, hamısı standartdır və alt-alta 2 gedir. Bizə elə bir variant lazımdır ki, orada 4 dənə alt-alta sətr olsun və hər sətrin içində yanaşı 2 dənə xana olsun. A olma ehtimalı var. B yoxdur, çünki 4 sətr olsa da sütun sayı çoxdur, xana sayı 4 dənədir. D variantında da həmçinin, C variantında da həmçinin ümumiyyətlə sətr sayı, nə sütun sayı heç bir düz gəlmir. Y variantına baxsaq 4 sətirdir, bəli, və hər sətirdə 2 xana var, o da bəli. A-la Y-yə baxsan, tək fərq sadəcə ölçüdür. Belə baxanda bu da 2-nin 4-dədir, bu da 2-nin 4-dədir. Mən indi necə bilim ki, burada cavab A-dır yoxsa Y-dir? Eni uzunluğundan böyük. Eni uzunluğundan böyükdür, bəli. Eni uzunluğundan, görsən, bundan böyükdür. Deməli A variantıdır. Y variantının olması üçün geri yöndə bu hündürü 50 olanda eni 100 yox, 25 olaydı ki, bəlkə yarısı boyda təxminən. Onda olardı. Yetmiş 9.
HTML-də yazılmış kod nəticəsində veb səhifədə əks olunacaq cədvəlin neçə sütunu aşağıdakı cədvəlin sütunları ilə eyni olacaq. Tam anlayasınız deyə mən bunu kopyalamaq olmayacaq. Hə? Deyəsən kopyalamaq olmayacaq. Oldu. Yapışdırmaq olmur, ha? Hı. Bir də biz məcburuq ki, cədvəl filan yaradanda onun teqlərini iç-içə verək, yoxsa bir yerdə bir sütunda vermək olar? Bir Olar. yerdə bir sütunu vermiyorlar. Olar, işləyir, yəni orada heç bir problem yoxdur. Cədvəlimiz baxın budur uşaqlar. Bax bu. Sualda demək istəyir ki, burada gördüyün cədvəl, yəni bu əslində əsl cədvəldir, orijinal cədvəldir, belə deyək. Yəni bunu qaldırım yuxarı. Bu əsl cədvəllə testdə olan cədvəli tutuşdur. Bu cədvəlin neçə sütunu eynidir? Sütun desən yuxarıdan aşağı baxıram. Ad, Mədinə, Rüstəm, Lalə, Elcan. Düz gəlir. Hə. Soyad da necə? Təkcə biri Səhv. düzgün gəlir. Düzdür. Düz gəlmir, çünki Rəhimzadə Cəfərli tərsinə yazılıb. Ünvan necə? Orada da səhv. O da səhv. Üçüncüdən də olur. Sonra fən sütunu düz gəlir. Fən, fizika, riyaziyyat, kimi, ingilis dili düzdür. Amma bal sütunu düz gəlmir. Ona görə ki, Qiymət. yuxarıda qiymət yazılıb. Yəni bu səhvdir də onda. İki sütun üstə düşdü. Qabaqda bir sual var. Orada neçə sətir eyni gəlir deyir. Məncə içə eynidir. Eyni ilə bu yazılardır. Səhv etmirəmsə. Neçə sətr eyni gəlir? Bax, burada artıq sətir-sətir baxmalısan. Birinci sətr getdi, çünki bal qiymət söhbəti var. İkinci sətirdə bu düzdür. Bu biri sətr Rüstəm Rəhimzadə Cəfərli səhvdir. Bu birisində Lalə Rəhimzadə Cəfərli söhbəti səhvdir. Elcanda da Neftçala Zaqatala məsələsi səhvdir. Onda elə bir dənə sətr uyğun gəlir, belə çıxır ki. Sual var burada. Sadəcə bunu biraz gərək qurmadan buradan tuta biləsən. Onu da tutmaq üçün bunlara sətir-sətir baxmalısan. Məsələn, ad, soyad, ünvan, fən, bal. Bunları qabaq-qabağa bir sətirdədir. Sütun kimi baxmaq lazım gələrsə, onda ad, Mədinə, Rüstəm, Lalə, Elcan, belə baxasın. Sonra keçirsən ikinciyə. Soyad, Mədətova, Cəfərli, Rəhimzadə, Şalakov. Sonra keçib üçüncülərə baxırsan. Onda da sütun olmuş olacaq. Yetmiş doqquzdan sonra kimdə nə var? 80-ə qədər bu gəldik, hə. Keçək açıq suallara. Yüzə qədər olan suallarınızı yazın. Başlayıram baxmağa. 86-87. 86 niyə? Sətirlərin sayı. Bu bir sətr. Bu iki sətr. Bu da üç sətr. Bunlar isə bir sətrin içində yanbayan gələn xanalardır. Hamısında standart 4 dənədir.
Bunlarda 4 dənə sütun olmuş olacaqdı onda. Amma sətr sayı 3-dür. 1 sətr, 2 sətr, 3 sətr. TR açılıb bağlanırsa o 1 sətirdir. 87-də sütunların sayını tapın. Buna artıq siz cavab verin. Dörd. Neçə sütun var və necə təyin edək? Hardan bilək? O TH TH-lara baxırıq. yazdım. Aha, TH-lara baxırıq, düzdür. Bir də baxırıq ki, ümumiyyətlə hamısında standartda mı sayılır? Hansındasa bəlkə bir dənə artıq, bir dənə əski, elə şey yoxdur. Hamısında standart 4-4-dür. Bir sətrin içində yanaşı 4 dənə xana gələndə bu 4 dənə sütun əmələ gətirəcək. 90. Doğru fikirlər istəyir bizdən. Doğru fikirləri seçin. Birincisi, cədvəl 16 xanadan ibarətdir. Baxaq. 16 xanadan olması üçün bunun gərək belə çıxır ki, ya 4 dənə, ya 8 dənə sətri olsun. 16-nın bölünə biləcəyi bir şey olsun da. 1, 2. Bunları bu tərəfdən, bunları bu tərəfdən yazmışam ki, aydın görünsün, seçilsin. Neçə sətr oldu? 1, 2, 3, 4, 5 dənə sətr var. 5 sətr varsa, xanaların sayının 16 olma ehtimalı yox. 15 olar, 20 olar, amma 16 yox. Hər sətirdə əslində görünür də 4 xanaçı 20 xana olacaq cəmi. Cədvəlin məzmununa əsasən ən aşağı satış qiyməti 2 manatdır. Baxıram. Satış qiyməti sütunu 3-cü sütundur. Hamısının 3-cüsündə ən aşağı qiymət 3-dür. Amma 2 yox. Sətirlərin sayı 5-ə bərabərdir. Bəli, indi saydıq sətirlərin sayı 5 idi. Sütunların sayı 5-ə bərabər deyil, 4-dür. Cədvəlin məzmununa əsasən ən aşağı endirimli qiymət meyvə şirəsindədir. Ən aşağı endirimli qiymət. Endirimli qiymət. Endirimli qiymətlər gəlir 10. Bu nəyindir? Konfet. Endirimli qiymət 10. Yağ, endirimli qiymət 18. Meyvə şirəsi, endirimli qiymət 2. Kalbasa, endirimli qiymət 8. Ən aşağı endirimli qiymət hardadır? Meyvə şirəsindədir. Bəli, meyvə şirəsi, endirimli qiymət 2 manatdır. Bu da düzdür. Doğruları istəyirdisə, cavab 3-5-dir. Başqa? Axırıncı 3 sual da istəyirsiniz, qurun baxın. Baxın, bir dəqiqə nə istəyir bizdən? Hə, əvvəla imtahanda heç kim onsuz da sizdən bunu qurmağı tələb eləməyəcək. Axırıncı yazılı suallar onsuz da bəllidir. Alqoritm və proqramlaşdırma ilə bağlıdır. Ona görə də mən heç bunun tam, bütün detallı yazılışını tələb eləmirəm də. Yəni burada əvvəldə doctype HTML yazarsan, ondan sonra head hissəsi HTML, daha doğrusu HTML açıb bağlayarsan, ondan sonra burada bunu qapadan işarəsi arasında head body hissələrini yazmaq, sonra headin içərisində aforizm HTML başlığı yazılıb. O ola bilər. Title kimi də və yaxud da ki, bəlkə də heç faylın adı odur, title ehtiyac yoxdur, bilmirik dəqiq. Yəni, bunların heç birini istəmirəm. Mənim istədiyim sadəcə budur, bu aşağıdakı hissədir. Onu necə əldə edə bilərik biz? Bu nədir? Hansı yazı tipində sətrin biri solda olur, o birisi sətr biraz içəri sürüşmüş formada olur. Bu nədir? Description. İzahlı. Bu, description list. İzahlı siyahı deyil.
Deyalı açırıq və deyalı bağlayırıq. Ondan sonra içərisində sətirləri yaratmaq lazımdır. O da DT. Əvvəl burada izah olunacaq söz. Yumor. Və DD ilə zarafat nöqtə də onu köçürtmədim. O da DD ilə bağlandı. Bir incə detal qaldı. Yumor sözü orada qalın yazılıb. Bu özü avtomatik bunu qalın etmir. Sən onun üçün ayrıca onu qalınlaşdıran bir tag ya bold ya strong yazmalısan, fərq etməz. Vəssalam. 100-cü sualda da yenə də siyahı ilə bağlı sualdır, amma bu dəfə nişanlanmış. Nişanlanmış hansıdır? Order yoxsa unordered? Unordered. Nişanlanmış, nizamlanmamış. Və içərisindəki qiymətlər li sətirləri ilə yazılır. Li teglərin arasında. Kitab. Buradakı sözlər dəyişir sadəcə. Jurnal, dəftər, bloknot. Vəssalam. 99-cu sualda bunu tam köçürməyəcəm. Bir hissəsini qurum, onsuz da eyni şeylər təkrarlanırdı orada. Əvvəla bizdə burada table açılmalıdır. Axırda da eyni qaydadan bağlayır. Daha sonra burada sətirlər yaratmaq lazımdır. Sətri yarada bilərik. Table row tagin içərisində. Burada da həmin table row bağlansın. Yəni bu sətri ifadə eləmiş olacaq. Tear. Sonra birinci sətrimizin içərisində indi o xanalar qeyd olunmalıdır. Sətrin içindəki xanalar nələrdir? Nömrə, tələbə, fən, qiymət. Amma onlar qalındır və ortadadır. Deməli, onlar olmalıdır. TH-la. TH. TH. İçərisində nömrə işarəsi. Tapsan. Sonra olmalıdır orada tezdən TH. Bunu HTML-in özündə yazsaydım daha rahat olardı. Notepad Plus-la. Belə daha çətin olur. Mən güya tez yazmaq istəyirdim. Sonra burada TH-ın arasında tələbə. Sonra TH-ın arasında fən. Və axırıncısında TH-ın arasında qiymət. Sonra ikinci sətr başlayır. İkinci sətr də eyni qaydada olacaq, amma bu dəfə onlar TH-ların arasında yox, TD-lərin arasında olacaq. Ona görə ki, bizdə birinci sətr qalın və ortadan idi. Qalan sətirlər adi sıravi yazılardı. Yəni 1 TD-lərin arasında amma TD, TD. Və bu qaydada gedir. Bütün sətirlər eyni qaydada gedir. 1 Esmira informatika riyaziyyat, 1 informatika A. O biri sətr 2 Malik riyaziyyat B. Bu qaydada gedir. 270. Yəni bu formada. İndi hamısını yazmadım burada bax. Table açmışıq. Hətta orada border da var. Onu da unutmayaq. Qalınlıq da var idi orada. Sərhədlər var idi. TH olan sətr. Xanalar TH-landır. Amma qalan T-lərin içindəki xanalar hamısı TD ilə gedir. Vəssalam.